İnformasiya və kommunikasiya texnologiyaları sahəsində qadınların rolunu, uğurlarını və bu sahədəki imkanları işıqlandırmaq, qadınların bu dinamik və sürətlə inkişaf edən sektorda daha da fəal iştirakını təşviq etməkdir. Qürurverici haldır ki, günümüzdə qadınlar sadəcə istifadəçi deyil, həm də İKT-nin inkişaf etdiriciləri, aparıcı mütəxəssisləri və innovatorları kimi çıxış edirlər. Bu tədbir, qadınların texnologiya sahəsindəki fəaliyyətini tanıtmaq və gələcək nəsil gənc qızlara ilham vermək üçün mühüm platformadır. Tədbir boyunca sizi maraqlı müzakirələr, düşündürücü təqdimatlar, ilham verici real həyat hekayələri, eləcə də əyləncəli səhnəciklər və interaktiv çıxışlar gözləyir. Bütün bunlar texnologiya dünyasında qadınların rolunu daha yaxından tanımaq və birlikdə öyrənmək üçün gözəl bir fürsət olacaq. Əminik ki, bugün burada işləyəcəyiniz fikirlər və təcrübələr sizə yeni baxış bucaqları qazandıracaq və İKT sahəsində qadınların gələcəyini birgə formalaşdırmağa dəstək olacaq. Bir daha hər birinizi salamlayır və gözəl, yadda qalan bir gün arzu edirik. Nəzərinizə çatdırım ki, gedişatda hədiyyəli oyunlarımız da olacaq. Başlamazdan öncə, İnformasiya Texnologiyaları və Telekommunikasiya Fakültəsinin dekanı Talih Şirinovu səhnəyə dəvət edirəm. Əziz tələbələr, hörmətli həmkarlar, hər birinizi bu gözəl gündə salamlayıram. Qadınlar İKT-də, deməli, bugün minlərlə insanlarla birgə Qızlar üçün İKT günü qeyd edirik. Qadınlar üçün İKT günü. Bugün sadəcə bir təqvim tarixi deyil, imkanlar, motivasiya və ilham günüdür. Bu texnologiyanın həyatımızı dəyişdiyi bir dövrdə yaşayırıq. Süni intellekt, data analitika, kiber təhlükəsizlik, proqramlaşdırma, bunların hər biri gələcəyin dilləridir və bu dillərdə yalnız oğlanlar yox, qızlar da danışmalıdır. Statistika göstərir ki, İKT sahəsində çalışan mütəxəssislərin əksəriyyəti qadınlar deyil də, qadınlar çox azlıq təşkil edir. Ona görə də bu belə bir gün, deməli, hər ilin aprel ayının son 4-cü gününə düşür. Hər il bu yüksək səviyyədə qeyd olunur. Çox fərəhlərici haldır ki, bugün də biz bunu Texnik Universitetimizdə biz bunu qeyd edirik. Sizin deməli yazdığınız hər bir kod, qurduğunuz hər bir sistem, tapdığınız hər bir texnoloji həll dünyanı daha yaxşı bir yerə çevirə bilər. Texnologiyada həmişə sizin yeriniz var. Sadəcə burada icazə gözləmək lazım deyil. Gəlin və öz bacarıqlarınızı alın. Qızlar üçün İKT günü bugün bizə xatırladır ki, texnologiyada artıq o gender bərabərliyi götürülməlidir. Zəka, əmək və iradə olmalıdır. Gəlin bu günü təkcə qeyd etməyək, həm də bir başlanğıc nöqtəsinə çevirək. Hər birinizi təbrik edirəm, diqqətinizə görə təşəkkür edirəm. Çox qısa bir zaman. Sağ olun. Talih müəllim, dəyərli fikirlərinizə görə böyük təşəkkürlərimizi bildiririk. İndi isə sözü Universitetimizin Kommunikasiya şöbəsinin müdiri Səfa müəllimə veririk. Buyurun, söz sizdədir. Çox sağ olun, hörmətli həmkarlar, hörmətli müəllimlər, əziz tələbələr, hər birinizi xoş gördük bu cür gözəl əlamətdar tədbirdə. Biraz hazırlıqsız yaxalandım, amma bir şeyi demək istəyirəm ki, qadınlarımızın, xanımlarımızın hər sahədə bizlərlə bərabər çiyin-çiyinə olması Birləşmiş Millətlərin də dayanıqlı inkişaf məqsədlərindən 5-cisində öz əksini tapır və İKT sahəsi elə bir sahədir ki, xanımların inteqrasiyası məncə daha asan baş verə bilər. Ona görə xanımları bu mövzuda daha aktiv olmağa çağırırıq. Elə bir sahədir ki,
proqramçılıq sahəsi, data analitika, bunları sadalamaq olar. Yəni, həm öyrənmək baxımından, həm əlçatanlıq baxımından, həm xanımların belə deyək də, ailədəki yolları ilə, ailədəki rolları ilə bərabər yürüdə bilmələri baxımından çox əlverişli sahədir. Ona görə də xanımlardan aktiv olmağı və bəylərdən də xanımları bu yöndə dəstəkləmələrini arzulayıram. Təşəkkür edirəm. İnşallah gözəl bir tədbir olar. Çox sağ olun sözünüzə görə. Minnətdaram. Tədbirimizə başlamazdan öncə böyük hörmət və minnətdarlıqla bir şəxsi səhnəyə dəvət etmək istəyirəm. Universitetimizin Kiber Təhlükəsizlik Kafedrasının müdiri, dosent İmamverdiyev Yadigar müəllim daim bizə dəstək olan, bizi motivasiya edən, hətta inkişafımızı bizdən daha çox düşünən bir insandır desəm, yanılmaram. Bu tədbirin ərsəyə gəlməsində onun əvəzsiz rolu olub. Yadigar müəllim, siz gənclərlə daim ünsiyyətdəsiz, onların potensialını görürsünüz. Sizcə, texnologiya sahəsində daha çox qadın liderlər yetişməsi üçün biz tələbələr, müəllimlər və universitet birlikdə nə edə bilərik? Buyurun, söz sizdədir. Çox sağ olun, mənə söz verdiyinizə görə. Belə, mənə söz verəndə fikir verdiniz təqdimatdan sonra və bilavasitə sual verdilər. Biz birlikdə nə edə bilərik? Sözün doğrusu, çox iş görə bilərik, amma işlərin məzmununu biz dəqiqləşdirməliyik. İşlərin məzmununu dəqiqləşdirməliyik. Bu tədbir sözü mən hesab edirəm ki, bizim kafedrada bu il 2025-ci ildə keçirilmiş ən gözəl tədbirlərdən biridir. Və bu tədbirin mənim yanaşmam belə oldu ki, hər şeyi özünüz deməli, planlaşdırırsınız, özünüz ssenarini yazırsınız, özünüz hər işi özünüz planlaşdırırsınız və sizin aranızdan özünüz seçim edirsiniz. Mən bir nəfər Nuray Quliyevə tapşırmışdım. Belə tədbirin indi ab-havasından belə görünür. Mən ssenaridən bir qismən tanışam və çox gözəl qurulub, quraşdırılıb. İndi İKT-də, Talih müəllim də biz oturanda da söhbət edirik ki, İKT-də qadınlar azdır. Təxminən bizdə qrupların haradasa 1/4, birinci kurslarda 1/4 qız tələbələrdir. Ən yüksək balla qəbul olunanlar da bizim qızlarımızdır. Sadəcə onların potensialından düzgün istifadə etmək lazımdır. Mən dünən riyaziyyat müəllimi ilə ayaqüstü söhbət elədim. Məsəl üçün, təsadüfən ki, bizim qız tələbələrin nə dərəcədə riyaziyyatdan yüksək intellektə malik olduğunu mənim diqqətimə çatdırdı. Mən özümə sual verirəm ki, bunlardan niyə vaxtında aşkarlayıb, niyə istifadə etməmişik? Biz suala qayıdım, çox işlər görə bilərik. Əsas məsələ sizi əmək bazarında layiqli yer tutmağa hazırlamaqdan ibarətdir. Mən sizə bir fikri aşılamağa çalışıram ki, bir neçə fikir aşılamağa çalışıram ki, ilk əvvəl özünüzü tanıyın, öz potensialınızı tanıyın, özünüzü belə düzgün yönləndirin, özünüz öyrənməyi öyrənin, sonra layihə yanaşmasını öyrənin. Bu sizin deyək ki, bu tədbiri təşkil edənlərin bu il, bu semestr ən gözəl layihələrindən biridir.
biri olacaq, mən ümid edirəm. Gələcəkdə, indi bilirsiniz ki, may ayında biz bir sıra tədbirlər fikirləşirik. Bilirsiniz, fikirlər çox olur, amma indi özünüz də görürsünüz, bir tədbiri həyata keçirmək, planlaşdırmaq və s. və ilaxirə. İndi bu auditoriyada ola bilər ki, tələbələrimizin sayı istədiyimiz qədər olmasın, müəyyən narahatçılıqlar və s. Bəzən adam fikirləşir, amma həyata keçirmir. Fikirləşir, həyata keçirmir. Amma mən özümə söz vermişəm ki, o sualda bir açar söz vardı, birlikdə. Birlikdə, mən tələbələrlə birlikdə biz daha çox iş görə bilərik. Yəni, müxtəlif layihələr yerinə yetirə bilərik, bunları yerinə yetirməliyik. Startuplar yerinə yaratmalıyıq, yerinə biz edə bilərik, bizim potensialımız var. Həm müəllimlərin və həm də tələbələrimizin o potensialdadır. Biz Azərbaycan Texnik Universiteti ASTU brendini, belə deyək ki, kifayət qədər cəmiyyətdə tanınır artıq. Biz də öz töhfəmizi verməliyik bu işə. Mən sizin çox vaxtınızı almayacağım. Mənim sizə aşıladığım bir fikir var. İkinci kursa qədər, ikinci kursun sonuna qədər özünüzə iş axtarın. Dördüncü kursun sonunda özünüzə işçi axtarın. Sizin, belə deyək də, buna potensialınız var. Ki, mən indi bəzən də bu istehsalat təcrübəsində də bir halla qarşılaşdım. Hər halda həyatda necə deyərlər, şanslarınızı artırmaq üçün bir qədər çərçivədən kənara çıxın. Çərçivədən kənara çıxmaq, informasiya təhlükəsizliyi çərçivəsindən biraz kənara çıxın, heç olmasa. Və mən də hərdən bir deyirəm ki, bayaq dərsdə də deyirəm ki, müəyyən çərçivələri gözləmək lazımdır. Müəyyən ölçü, biçi və s. Bizim özümüzün adət ənənələrimiz var, öz ailə münasibətlərimiz var, sonra cəmiyyətdə münasibətlər var və informasiya təhlükəsizliyində də biraz geniş baxın, geniş çərçivədə baxın. İnformasiya təhlükəsizliyi təkcə bizim öyrətdiyimiz konfidensiallıq, tamlıq, əlçatanlıq deyil. Daha genişdir, daha geniş kontekstdə dövlətin informasiya siyasəti var. Biraz geniş fikirləşin və özünüzə mütləq bir cığır tapın. O cığırda siz tək getməyəcəksiniz, biz həmişə sizin yanınızda olacaq. İstənilən vaxt olur, bəzən mesajlarınıza və s. Gec cavab verirəm, amma hərəkət olsun, biz danışacaq. Gələn ay daha belə deyək ki, bir tədbir keçirəcək. Çünki gələn ay müəyyən, necə deyərlər, xoş günlər var. Ümumi liderin anadan olmasının 103-cü il dönümü, sonra Azərbaycan dövlət müstəqilliyi günü və bunlara biz, belə deyək ki, texnoloji ağırlıqlı müəyyən tədbirlər fikirləşirik və bunları sizin qüvvənizlə yerinə yetirəcək. Bu qədər mənim deməyə uğur diləyirəm. Yeganə bir sizdən xahişim olacaq, bunu deməsəm, yəqin ki, fikir verin. Bu bir tənqiddir. Niyə öz şəkillərinizi qoymamışsınız bura? Tələsik olub, mən başa düşürəm, gələcəkdə ki, mən çox, belə deyim, çox adamları kəşf elədik biz, xanımlarımızı kəşf elədik, qızlarımızı kəşf elədik ki, bunlar belə bu işləri görə bilərlər. Və sual da olurdu ki, İKT-də qadınların rolu, niyə onlar mütləq olmalıdırlar? Mütləq olmalıdırlar. Doğrudan da mən bir neçə dəfə auditoriyada demişəm,
İndi bank sistemində oğlanların xətrinə dəyməsin. Oğlanları deyil, qızları götürməyə üstünlük verirlər bir neçə son illərdə. Çünki əsaslandırırlar. Çünki oğlanlar daha belə deyək, belə işdən yaxa qaçırırlar, belə müxtəlif bəhanələr və s. Qızlarımız daha məsuliyyətlidirlər, həqiqi mənada. Daha məsuliyyətlidirlər, vəziyyəti daha indi emosiyasız qiymətləndirə bilirlər. Yəni ki, daha titizdirlər, bir fikri ən azı 2-3 dəfə yoxlayırlar. Mən fikirləşirəm ki, həyatlarında da düzgün qərar verəcəklər. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Yadigar müəllimə dəyərli fikirlərinə görə təşəkkür edirik. İndi isə sizi bu uğurlu hekayələrdən birinin müəllifi ilə tanış edəcəyik. O illərdir informasiya texnologiyalar sahəsində çalışan, tələbələrinin sevgisini qazanan, daim yeniliyə açıq və pozitiv enerjisi ilə seçilən bir müəllimdir. Söhbət əlbəttə ki, Kiber Təhlükəsizlik Kafedrasının müəllimi hörmətli İlahi müəllimdən gedir. Buyurun İlahi müəllim, sizi səhnəyə dəvət edirik. Bizə İKT sahəsində qadınların rolu, uğurları və bu sahəyə gələn tələbələr üçün tövsiyələriniz barədə danışmağınız üçün xahiş edirik. Təşəkkür edirəm. Hər birinizi xoş gördük, əziz tədbir iştirakçıları. Mən Kiber Təhlükəsizlik Kafedrasının müəllimi və həmçinin doğma universitetimizin doktorantı olaraq qarşınızda çıxış etməkdən qürur duyuram. Doğma universitetimiz ona görə dedim ki, bakalavr və magistr dərəcələrimi də məhz bu universitetdə almışam. İlk dəfə kompüterdən istifadə elədiyim də elə Texniki Universitetin zalı olub kompüterləri burada istifadə eləmişik. Çünki 90'larda heç kimin şəxsi kompüteri yox idi evində və o dövrdə internet də yox idi. Bir müddət oxuduqdan sonra xəbər gəldi ki, gənclərə kömək, dəstək cəmiyyəti var və onlar həftədə 1 saatlıq internetə icazə verirlər istifadəyə və ora imtahanla qəbul oldum. Həftədə 1 saat cəmi dünyaya çıxışım məhz o internetlə olurdu və orada ilk e-mailimi yaratmışdım. Ətrafımda heç kimdə e-mail ünvanı olmadığı üçün random bir ünvana məktub göndərdim və bir həftədən sonra ilk elektron məktubumu alanda çox xoşbəxt idim. Amma indi sizin üçün dövr dəyişib, bütün texnologiyalar inkişaf eləyibdir. Hal-hazırda təcrübə alanınız əlinizin altındadır. İstənilən yerdə kompüterdən, telefondan istifadə edərək proqramınızı qura bilərsiniz. Öz işinizi davam elətdirə bilirsiniz. IT sahəsində xanımlar, onu demək istəyərdim ki, yəni müqayisə eləsək keçmişlərlə, keçmişdə qadınlar piano ifa eləyirdilər. IT-də də belədir. Düymələrə toxunan kimi nəticəni əldə eləmək olur, səhv ya düz, fərq eləməz. Və ki, heç kim sizə deyə bilməz ki, bu sahə, bu iş xanımlara yaraşmır. Əksinə, əsl xanım işidir və bir müddət, məsələn, işinizdən ayrı düşməli olanda da, sözsüz ki, bu evdə kompüteriniz var və ondan istifadə eləyə bilərsiniz. Sizə demək istəyirəm ki, heç vaxt geri dönməyin, arzularınızdan dönməyin, məqsədinizdən dönməyin və bu məqsədlərə doğru inamla addımlayın. Mən sizə slayda zəhmət olmasa burada gördüyünüz kimi bir məşhur xanımın statı ilə başlayırıq. Real tərəqqi, dürüstlük və qorxmazlıq tələb edir. Xanımlardan bunu tələb eləmək çətindir, amma həqiqətən də qorxmaz olmalısınız bu işdə, irəli getmək üçün. Növbəti slaydda isə Yadigar müəllimin haqlı bir iradə oldu ki, niyə Azərbaycan xanımları burada yoxdur? Mən sizə bir Azərbaycan xanımını təqdim eləmək istəyirəm. Elmira Ələkbərova, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3015 nömrəli sərəncamı ilə dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində
informasiya texnologiyaları sektorunun müdiri vəzifəsində çalışır. Və bu xanım məlumatdan da gördüyünüz kimi nə Oxford, nə də Cambridge-i bitirməyib, sadəcə Neft Akademiyasını indi başqa cür adlanır, siz məndən daha yaxşı bilərsiniz. O akademiyanı bitiribdir və hal-hazırda IT sahəsində ən güclü mütəxəssislərdən biridir. Növbəti slayd isə mənim şəxsən fəxr etdiyim bir xanımdır. Bakalavrı mənlə bir yerdə oxuyubdu. Çimnaz Əliyeva. Çimnaz xanım 1918-ci ildən Dövlət Statistika Komitəsinin İnformasiya Texnologiyaları şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli sərəncamı ilə dövlət qulluğunda tərəqqi medalı ilə təltif edilmişdir. Növbəti slayd isə bu slayd özü-özünə danışır. Diqqətlə fikir verin, burada IT sahəsində mütəxəssisləri dövlət başçımızın təqdirinə layiq görülmüşdülər. Amma bu sırada sizcə nə azdır? Xanımlarımızın sayı azdır. Siz qızlar, növbəti bu cür tabloları biz sizdən xahiş edirik ki, doldurasınız və buradakı xanımların sayını artırasınız. Növbəti bir slaydımızda siz öz xilasınızın fəal iştirakçıları olmalısınız deyirəm. Çünki həqiqətən də xanımlar özləri bu işdə səlahiyyəti öz üzərinə götürüb, qorxmadan, çəkinmədən irəliləməlidirlər. Əgər düşünsəniz ki, IT sahəsində artıq hər şey kəşf olunub, xeyr. Hər birimiz IT-nin bir damlasıyıq və birlikdə biz bu ünvanı yaradırıq. İndi sizə bir kiçik sürprizimiz var idi. Sürpriz ondan ibarətdir ki, intellektual oyunumuz var. Deməli, 3-cü sırada biz xanımlardan xahiş eləmişik ki, əyləşsinlər və bəylərimiz də bizə kömək eləyəcəklər. Onlara müəyyən şifr mətnlər paylanacaq. Azərbaycan əlifbasına, buyurun bəylər, zəhmət olmasa paylayardınız. Azərbaycan əlifbası ilə verilibdə, əlifbada göstərilibdir sizə və o şifr mətnləri, gizli mətnləri xahiş edirik. Söz şifrini hamınız bilirsiniz. Deşifrə edəsiniz. Sizin buna 3 dəqiqəniz var. İlk deşifrə edən xanım, 2 xanım hədiyyə qazanacaq. Buyurun, vaxt getdi. Əgər çətinlik... Birinci xanım hazırdır. Buyurun, mikrofon zəhmət olmasa bəylər. Bu şifrələmədə hər hərf 3 hərf sağa sürüşmüşdür. Haqlısınız. Bəs şifr mətn nədir? Şifr mətn tapmağa vaxtınız olmadı? Yox, amma ilkini tapdım mən. Aha, rəqəmi nədir? Zəhmət olmasa deyərdiniz. Burada Ö yazılıbdı, amma M olmalıydı. Yox, orada rəqəm var. Neçənci? Rəqəm 3-cü. 3-dür. 3. Mən proqramçıyam. Mən proqramçıyam. Təəssüf ki, onun açıqlamasını tapmadınız, amma şifr mətnin açarını tapdığınız üçün sizi təbrik edirəm. Mümkünsə hədiyyəni təqdim edərdiniz xanıma. Növbəti, biraz kömək elədi xanım, əslində birinci 3 hərf mən və açarda 3. Hamınızda eynidir açar. Əslində bəylərimiz kömək eləyə bilərlər xanımlara.
Siz tapmısınız cevabı? Buyurun, mikrofonu zəhmət olmasa. Xanıma təqdim eləyərdiniz. Dana xanım. Siz əlinizi qaldırın, mikrofonu təqdim eləsinlər sizə. Mən auditəm. Mən auditəm. Təbrik eləyirəm. Xanıma hədiyyənizi təqdim eləyərdiniz, zəhmət olmasa. Dana xanıma. Təbrik edirəm bütün xanımlarımızı və açıq şifr mətnləri sizə söyləmək istəyərdim. Mən kriptoqrafam, mən kriptoanalitikam, mən proqramçıyam, mən etik hakeram, mən rəqəmsal kriminalistəm, mən IoT mühəndisiyəm və s. Bu sahələrdə siz xanımlar şərəflə çalışa bilərsiniz, özünüzü inkişaf elətdirə bilərsiniz və mən məmnuniyyətlə deyə bilərəm ki, fəxr edirəm ki, IT sahəsindəyəm. Təşəkkür edirəm. İlham müəllim, dəyərli fikirlərinizə və ilham verici çıxışınıza görə sizə böyük təşəkkür edirik. Sizin kimi peşəkarlar bu sahədə gənclərə yol göstərir, motivasiya verir və gələcək texnologiya liderlərinin formalaşmasına töhfə verir. İndi isə tədbirimizin daha fərqli, yaradıcı və biraz da əyləncəli hissəsinə keçirik. Bu, mənim Texnoqəhramanım adlı səhnədir. Bu təqdimatlarda texnologiya dünyasında iz qoymuş, imkansız deyiləni bacarmış qadın qəhrəmanlar haqqında maraqlı məlumatlar eşidəcəksiniz. Onların uğur hekayələri bir çoxunu bu yola çıxmağa ruhlandırıb. Bəlkə növbəti qəhrəman elə siz olacaqsınız. Hər birinizə tədbirimizdə xoş gördük. Mən İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Əlbəyeva Sübhanə. Mən isə İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Şirəzadə Aysun. İlham verən şəxslərə nəzər salsaq görəcəyik ki, texnologiyanın dili cins tanımır. Təsəvvür edin ki, kompüterlərin hələ mövcud olmadığı dövrdə bir qadın artıq kod yazmağa başlayırdı. Sizcə bu kim idi? Təbii ki, Ada Lovelace. Augusta Ada Byron 1815-ci ildə anadan olub və bugün Ada Lovelace adı ilə tanınan İngilis riyaziyyatçısı və yazıcısı idi. O, ilk növbədə Charles Babbage'in analitik mühərrik üzərindəki işi ilə tanınır. Onun maşın haqqında qeydlərini nəzər saldıqda isə bu, kompüter tərəfindən emal üçün yazılmış ilk algoritmi özündə cəmləşdirir. Maşınla bir növ ədədlərin hesablanması üçün isə bir algoritm də təqdim etmişdi. Buna görə də ümumi rəy odur ki, o dünyanın ilk kompüter proqramçısıdır. Həmçinin Adanın maraqlı bir statı var. O deyir, maşın düşünə bilməz, lakin hesablama edə bilər. Biz ondan nəyi necə etməyi əmr etsək, o həmin şeyi yerinə yetirəcək. İndi isə Google-dakı Security Princess ləqəbi ilə tanınan Parisa Tabriz haqqında danışaq. Parisa Tabriz 1983-cü ildə anadan olub. Parisa Universitetdə təhsil almağa başladığı müddətdə kiber təhlükəsizlik ixtisası ilə maraqlanıb və o etik hacker kimi işləməyə başlayıb. 2007-ci ildə Google-da işləməyə başladıqdan sonra o öz adını vizit kartlarında Security Princess olaraq dəyişdirib. Project Zero adlanan təhlükəsizlik layihənin qurulmasında iştirak edib. Bu layihənin əsas məqsədi proqram təminatının təhlükəsizliyinin qorunması və bu təhlükəsizlik üçün yeni tədbirlərin yaradılmasıdır. Onun rəhbərliyi ilə Google Chrome browserını ən təhlükəsiz browserlardan birinə çevirdi. Texnologiyada təhlükəsizliyi təmin edənlərdən söz açdıq. İndi isə gəlin fikirləşək. Bəs qadınları bu sahədə texnologiyada gücləndirməyə çalışan ilham verici liderimiz kim idi? Reshma Saujani. Reshma Saujani 1975-ci ildə ABŞ-da anadan olub. Onun ən çox tanındığı təşəbbüsü Girls Who Code adlı təşkilatı idi. Bu təşkilat vasitəsilə gənc qızlara proqramlaşdırma və həmçinin texnologiya sahəsində təhsil imkanı yaratmış və minlərlə gənc qıza ilham vermişdir. Bu təşkilatın proqramları hal-hazırda ABŞ-da və digər xarici ölkələrdə geniş yayılmış və yüz minlərlə gənc qızlar texnologiyada iştirak imkanı verir. 2016-cı ildə Reshma TED konfransında çıxış edərkən maraqlı bir ifadə səsləndirir. Qızların mükəmməlliyi deyil, cəsarəti öyrənin. Cəsarəti öyrədin. Onun yazdığı kitablara nəzər salsaq, bu fikri təsdiqlədiyini görə bilərik. İlk kitabı olan Brave Not Perfect kitabında da bu ifadəsi təsdiqlənir. O, bu kitabda uşaq yaşlarından mükəmməl olmağı deyil də, risk almağı, səhv etməkdən qorxmamağı, cəsarətli olmağı öyrədir.
Digər kitabı olan Women Who Don't Wait in Line kitabında isə qadınların liderlik, qərar vermə və təşəbbüs göstərmək sahələrində özlərinə inanmalarını və növbə gözləmədən irəli addım atmalarını müdafiə edir. Gəlin texnologiyanın ən maraqlı və gələcəyə yönəlmiş sahəsi olan süni intellektə iz qoyan qadınlardan biri Fei Li haqqında danışaq. Fei Li 3 iyul 1976-cı il Pekində anadan olub. Süni intellekt xüsusən də machine learning sahəsində qabaqcıl işləri ilə tanınan Çinli kompüter alimidir. Fei Li 2007-ci ildə ImageNet adlı vizual məlumat bazasını yaradaraq süni intellektin inkişafında inqilab etdi. O Google Cloud-da AI və machine learning üzrə baş alim vəzifəsində çalışıb. Fei Li süni intellektin yalnız texniki tərəfi ilə yox, həm də onun insana xidmət etməli olduğunu ifadəsini vurğulayır. Qadınların lider və alim olaraq texnologiya dünyasında nüfuzlu rol oynamasını tələb edir. Hörmətli xanımlar, gördüyümüz kimi informasiya kommunikasiya texnologiyaları yalnız texniki sahə deyil. Bu gələcəyi formalaşdıran, insan həyatını dəyişdirən və yeni imkanlar yaradan bir dünyadır. Biz bugün Ada Lovelace'dən tutmuş Grace Hooper'a, Hedy Lamarr'dan Radia Perlman'a qədər bir çox güclü qadının texnologiya tarixində necə dərin iz buraxdığını gördük. Onlar bir vaxtlar bu sahədə təktük idilər. Amma siz bu statistikanı dəyişə bilərsiniz. Açığı mən də ilk dəfə kiber təhlükəsizlik ixtisasına daxil olduğumda təreddüd edirdim. Düşünürdüm ki, necə başlayacağam, çox çətin sahədir, görərsəm bacaracağammı, bu sahədə necə formalaşacağam. Amma bir şeyi anladım. Əgər maraqlanıb, araşdırıb cəhd etsəm, bu sahədə mənim də bir yerim ola bilər. Elə də oldu. Başladım, araşdırdım və hər gün bir adım daha ilərlədim. Ola bilsin ki, siz də bu sahəyə bir qədər uzaq baxırsınız. Amma unutmayın, texnologiyada uğur qazanmaq üçün yalnız çalışmaq kifayətdir. Bəlkə siz elə bu vaxtında başlayın çalışmağa. Bəlkə siz sabah yeni bir proqram yaradacaqsınız. Süni intellekt sahəsində yeniliklər edəcəksiniz və kiber təhlükəsizlikdə mühüm yer tutacaqsınız. Texnologiya yalnız kişilər üçün deyil. Bu sahədə qadınlara da ehtiyacı var və sizin baxışınıza, kreativ düşüncələrinizə və fərqli yanaşmanıza ehtiyac duyulur. Ona görə də əziz xanımlar, qorxmayın. Araşdırın, öyrənin, sual verin və ilk addımınızı atın. Texnologiyada sizin də yeriniz var və bu yer bəlkə də sizi gözləyir. Biz bu tədbirdə çıxış etməklə qadınlar olaraq texnologiya sahəsində öz yolumuzu tapmağa çalışırıq. Və sizə bunun haqqında bir veb-sayt və ya homepage deməyimiz daha düzgün olar, bir təqdimat hazırlamışıq, onu izləməyinizi xahiş edəcəyik. Bu təqdimat vasitəsilə texnologiyada iz qoymuş qadınların hekayələrini paylaşmaq bizim üçün böyük ilham oldu. Ümid edirik ki, onların uğurları sizə də ruh yüksəkliyi bəxş etdi. Gələcəyin liderlər arasında daha çox qadın görmək diləyi ilə. Çox sağ olun, əziz tələbələr. Bu inanılmaz qadın texnoqəhramanlarının həyatına və uğur hekayələrinə göz atdıqdan sonra hər birinizin bu sahədə öz izini buraxmağınız üçün motivasiya alacağınızdan əminəm. Tədbirimizin növbəti hissəsinə keçirik. Bu dəfə isə biz texnologiyanın gündəlik həyatımıza necə daxil olduğunu, hətta ənənəvi münasibətlərə necə təsir etdiyini biraz fərqli baxış bucağından izləyəcəyik. Bildiyiniz kimi, texnologiyanın inkişafı özü ilə bərabər nəsillər arasındakı fərqlərin daha da artmasına səbəb oldu. İndi isə gəlin, nənə ilə nəvə arasındakı maraqlı və gülməli bir diyaloqla bu səhnədəki köhnə nəslin nümayəndəsi 70 yaşlı nənənin gənc nəslin həyatının önəmli bir hissəsinə çevrilmiş ChatGPT-yə münasibətinin necə olacağını izləyəcəyik.
Ay bala, kimlə danışırsan belə? Sən bir kəlmə yazsın, 5 kəlmə cavab verir. Gözünü də qırpmır, dili də topuq vurmur bunun. Nənə, bu ChatGPT-dir, süni intellektdir. Yəni kompüterlə danışıram. Oy, bu başıma xeyir. Sən özünə süni dost tapmısan? Mən sənə deyirdim qonşunun oğlu ilə danış. Sən gedib dəmir dümürlə danışırsan. Yox, nənə, bu elə bir şeydir ki, hər şeyi bilir. Yazırsan, sənə cavab verir, esse yazır. Hətta istəsən məsləhət belə verir. Bir sözlə başqa aləm deyə. Boy, bu o qədər ağıllıdır ki, bəlkə onda mənim sirlərimi deyə. Sual verirəm, yaz görək. Buyur, soruş ay nənə. Amma qorxuram sənin sirlər kitabın açılar. Yaxşı, yaz bunu. Nənəm gəncliyində Rəhimdən niyə ayrılıb? Nənə, bu ChatGPT-dir, komsomol detektivi deyil ki. Heç olmasa təxmin etsin də. Mənim də bir keçmişim var axı. Ay yazıq süni intellekt, hələ mənim təbliğimə çatanmaz. Ay nənə, bu süni intellekt doğğa bişirə bilmir, sən kimə örgü də hörə bilmir. Onda nə işmə yarayır bu? Nə bir çay süzür, nə də qonşunu qeybətləyir. Amma sənə hər gün havanın necə olacağını deyə bilər. Ay bala, onsuz da 70 ildir dizimin ağrısından yağış yağacağını 3 gün əvvəldən hiss edirəm. Yaxşı, gəl onda ona sual verim. Səncə nənəm neçə yaşındadır? Yox, qoy yaşımı öyrənməsin. Kişilər bilməsə bəsimdir. İndi bir də kompüter başladı yaş soruşmağa. Yenə də maraqlı şeydir. Bəlkə bir gün bu çəp-çəpi məni devləndirə. Toyu süni intellekt eləyə bilməz ay nənə. Amma istəsən, nişan üzüyünü onlayn tapmaq olar. Ay nənəm qurban, qoy onda mən hərəlik çayımı içim. Sən də çəp-çəpinə dinən, doyuğa resept öyrənsin. Mən də bilim, rəqib gəlir. Rəqabət güclənir ha. Hər birinizə çox təşəkkür edirəm bu əyləncəli və dərin düşüncələrə səbəb olan səhnəyə qatıldığınız üçün. Ümid edirəm ki, bu kiçik dialoq həm gülüş, həm də texnologiya ilə bağlı daha dərin düşüncələr formalaşdırmağa səbəb oldu. İndi isə tədbirimizin növbəti, əyləncəli və hədiyyəli hissəsinə keçirik. Qarşınızda maraqlı bir oyun var. Oyunu təqdim etmək üçün Quluzadə Nurayı səhnəyə dəvət edək. Öncəliklə bütün iştirakçıları salamlayıram. Hər biriniz xoş gəlmisiniz. Ekranda texnologiya ilə bağlı sözlər emoji vasitəsilə göstəriləcək. Sizin vəzifəniz isə onların nə olduğunu tapmaqdır. Kim doğru ilk cavab desə, xal qazanır və sonda hədiyyə qazanmaq şansını əldə edir. Diqqətli olun, sürətli olun və texnoloji biliklərinizi göstərin. Hazırsınızsa başlayaq. Və bunu da qeyd etmək istəyirəm ki, bu oyun yalnız xanım iştirakçılarımıza aiddir. Bəylər isə xanımları kömək eləyə bilər. Bəli, ilk slaydımız gəldi. Buyurun. Xanım iştirakçılarımızdan aşağı ikinci sıraya gətirin. Özünüzü təqdim edin ilk öncə, daha sonra cavabınızı səsləndirin. Cavab ransomware-dir. Yox, cavabımız yanlışdır, amma yenə də təşəkkür edirik. Xanıma yaxınlaşdırın. Yuxarı sırada. Üçüncü sırada. Cavab adım Babayeva Ləman, 2-ci kurs tələbəsi informasiya təhlükəsizliyi. Cavab antivirusdur. Bəli, doğrudur. Təbrik edirik. Növbəti emojimizə keçək. Buyurun. Və xanım, bayaqki xanıma yaxınlaşdırın mikrofonu. Yox, ilk xanıma. Üçüncü sıradakı ilk xanıma yaxınlaşdırın. Mən informasiya təhlükəsizliyi üzrə ixtisasında təhsil alıram. Mən Qaraşova Səbinəm və bu sualın cavabı phishingdir. Bəli, doğrudur. Təşəkkürlər.
Növbəti bəli. Xanıma yaxınlaşdırın. Cavab virusdur. Bəli, təbrik edirik. Zəhmət olmasa xanımı səhnəyə dəvət eləyək və hədiyyəsini təqdim eləyək. Təbrik edirik, Baba Ləman. Sən texnologiyanın emoji dilini çox gözəl bilirsən. Buyurun, hədiyyə. Bəli, tədbirimizə qaldığımız yerdən davam edirik. Oyunu idarə etdiyi üçün, həmçinin ümumi tədbirin təşkilatındakı əməyinə görə Nuraya təşəkkürlərimizi bildiririk. İndi isə sizə qısa bir səhnəcik təqdim edəcəyik. Bu səhnəcikdə xəyali bankımız olan Astobankın əməkdaşı Əfsanə, phishing, yəni aldatma yolu ilə məlumat oğurlamaq cəhdinə tuş gəlir. Gəlin görək, Əfsanə bu tərədən necə çıxacaq? Əminəm, çox güləcəksiniz. Zəngdir belə, heç nömrə də görsənmir. Alo, salam hörmətli müştəri. Mən Astobank əməkdaşı Nihat bəyəm. Əfsanə xanımdır danışan. Bəli, buyurun, nəsə olub? Narahat olmayın. Sizin kartınızda şübhəli əməliyyatlar qeydə alınıb. Təhlükəsizliyiniz üçün kart məlumatlarınızı yoxlamalıyıq. Necə yəni, bankda məlumatlar görsənmir ki? Yox. Mən adi menecerəm. Məlumatları sizdən alıb texniki addelə göndərirəm. Onlar maraqlanıb sizə məlumat verərlər. Nihat bəy, mən o kartla ən axırıncı 3 ay qabaq cips almışam. Yəni orada da bir şübhəli hal yoxdur. Əgər elədirsə, zəng eləyin cips şirkətinə, onlarla maraqlanın. Həm də Nihat bəy, biz axı 21-ci əsrdə yaşayırıq. Kim mənim telefonumda bank hesabıma girə bilər? Yəni belə bir şey çox gülməli haldır, bağışlayın. Ay xanım, bu çox ciddi məsələdir. Lütfən kart nömrənizi, son istifadə tarixini, arxa tərəfdəki 3 rəqəmli kodu deyin ki, biz sizə kömək eləyə bilək. Necə də sevindirici haldır ki, bank müştərilərini bu qədər düşünür. Həm də Nihat bəy, sizə bir sual vermək istəyirəm. Bank işçiləri nə vaxtdan dialektlə danışır, sizin danışığınız məni çox narahat elədi. Həm də Nihat bəy, sizə bir sual vermək istəyirəm ki, sizin bankda bütün sertifikatlaşdırma aparılır? Hə, əlbəttə. Bizdə bütün hamısı var. Nihat bəy, mən sizə bir şey etiraf etmək istəyirəm ki, mən Astobank əməkdaşıyam, amma heç bir sertifikat aparılmır hal-hazırda. Həm də ki, Nihat bəy, mən indi bizim danışığımızı yazmışam, heç narahat olmayın. Bunu göndərəcəm fırıldaqçılarla mübarizə bürosuna. Onlar sizinlə çox yaxşı maraqlanacaqlar, heç narahat olmayın. Üzürlü sayın xanım, deyəsən səhvli oldu. Ay yazıq, özdə ki, addelə heç şöbə də yox. Həm də gərək təkcə adımı yox, iş yerimi də maraqlanardın. Ay aman. Bəli, phishing hücumlarına aldanma. Əfsanə kimi ağıllı ol. Əziz tədbir iştirakçıları, indi isə bu gözəl tədbirin ərsəyə gəlməsində bizə dəstək olan Kibertəhlükəsizlik Kafedrasının müəllimi Pərişan Quluzadəni səhnəyə dəvət edirik. Hörmətli və dəyərli tədbir iştirakçıları, hər biriniz dəyərli vaxtınızı ayırıb bizim tədbirimizdə iştirak etdiyiniz üçün çox sağ olun, təşəkkürümü bildirirəm. Təbii ki,
hər kəs hər halda fikrimlə razıdır ki, qadınların rolu təkcə İKT-də deyil, həyatda belə danılmazdır. Mən bu gün bizim tədbirimizdə iştirak edən hər bir tələbəmizi sertifikat və hədiyyələrlə təltif etmək istəyirəm. Zəhmət olmasa bu gün bizlə burada çıxış edən bütün tələbələr səhnəyə buyursunlar. Bütün səhnəciklərdə çıxış edən tələbələr zəhmət olmasa gəlir. İlahə müəllimə, siz də zəhmət olmasa gəlir. Quluzadə Nuray, zəhmət olmasa yaxınlaşın. Təhsilinizdə uğurlar arzu edirik. İnşallah ki, daha zirvələrdə olacağınıza əminik. Çox sağ olun. Buyurun. Məmməd Yorova Leyla. Buyur Leyla. Uğurlar arzuluyoruz. Hüseynova Nurşən. Əliyeva Göyçək. Novruzova Əfsanə. Əhmədov Nihat. Zəhmət olmasa xanımları da biraz canlı alqışlayaq. Şirəlizadə Aysun. Əlibəyova Sübhanə. Mustafazadə Ayan. Bir də bizə kömək olan bir yoldaşımız var, hələ ki, yəqin ki, yuxarıdadır o. Məhəmməd Əli Haqverdiyev. Çox sağ ol, bu gün tədbirimizdə bizə çox kömək oldu. Aparıcımız sizə. Və beləliklə tədbirimiz sona çatdı. Bugün biz İKT sahəsindəki qadınların rolunu və həyatın digər sahələrində olduğu kimi texnologiya dünyasında da onların nə qədər güclü olduğunu bir daha gördük. Ümid edirik ki, bu tədbir sizə yeni ideyalar, ilham və motivasiya verdi. Gələcək tədbirlərimizdə görüşmək ümidi ilə hər birinizə uğurlar arzulayırıq.